Konjugasiya prosesində iştirak edən bitki. Tamam, burada konjugasiyanı göstəriblər. Bilirik ki, spirogyra yosunumuzdur. Spirogyra yosunumuzdur. Bu yosun konjugasiya edərək çoxalırdı və iki fərd bir-birinə yaxınlaşırdı. İki fərd yaxınlaşanda möhtəviyyət qarışırdı. İki fərdin möhtəviyyatı, deyək ki, spirogyra yosunumuz bu olsun. Burada konjugasiya baş verir. Bunun möhtəviyyatı buna sitoplazmatik körpülərlə birləşir. Sonra bu, belə deyək ki, örtük yaradırdı. Örtük yaradırdı və qışı kestirdi, zigot yaradırdı. Dedik ki, həmin o zigot qışı keçirdikdən sonra gələn yazda bölünür, 4 dənəsi yaranırdı. Zigotdan 4'ü yaranır, amma bunlardan 3'ü ölürdü, biri qalırdı. Yəni bir zigot bir dənə fərdə başlanğıc verirdi. Yəni bu bizim biliyimizdə 9-cu sinif dərsliyimizdə qeyd olunub. İndi yaranan zigot sayı Y-dir. Yaranan sporların xromosom dəstlərinin cəmi 40N-dir. Əmələ gələn fərdlərdə X-dən ifadə ediblər. Biz bu biliyimizə əsasən bizdə deyirdi X-Y-in cəmini tapın. Tamam. 40N spor varsa bilirik ki burada 4 dənə, yəni zigot böldü 4 dənəsi yarandı. Onların hər biri də N sayda olurdu. N sayda, N sayda. Tamam, buradan belə eləyərik biz. Deməli 40N bərabərdir 4'ə, N də bərabərdir 10'a. Deməli neçə dənə olacaqdı bizim zigotumuz? Yəni bu 4 dənəsi yaranır bax. Ona görə də Y tapdıqca biz neçə oldu? 10 dənə. Deməli bizim zigotumuz 10 dənəymiş ki, 40N spor yaradıbdı. Tamam. Bu yosunda 10 dənəsi bölünəndə neçə dənə fərd yarandı? Dedik ki, 4'ü yarandı, 3'ü öldü, biri qaldı. Tamam, 10 dənə də fərd yaranacaq. Ona görə X-dən Y-in cəmini deyirsə əgər, 10 üstə gələk 10 bərabərdir 20'ni ala bilərik.